videomuzda kimi bazımla birbirimizi nə qədər tanıyırıq test edəcəyik. Part 2 elə isə videomuza başlayaq. Aha. Deməli, qızlarım məni tanıtmağı unutdu. Mən də onların bacısıyam. Onlara indi sual-cavab verəcəm. Onlar da cavablayacaqlar. Deməli, suallarımız belədir. Aha, hazırsınız qızlar? Bəli. Deməli, birinci sualımız belədir. Birlikdə seyr etməyi sevdiyiniz proqram nədir? Yəni, verilişdə, yəni necə deyim, əyləncə uşaq üçün verilişlər var, nə bilim, filmlər var, multiklər var. Yəni bir çox, yəni məsələn, birlikdə nəyə baxmağı sevirsiniz, nə izləməyi sevirsiniz? Aha, qızlar yazdınız? Bəli. Aha, indi eyni anda qaldırırsınız vərəqlərə, baxım görüm kim nə yazıb, oxuyun daha doğrusu, görüm nə yazmışsınız. Mən yazmışam. Three cats, yəni üç pişik, ingilisini yaxşı öyrənmək üçün maalesef ki baxırıq və komedi xana. Hə, bəs sən Məryəm? Orada qıran qız three cats. Deməli, ortaq ikiniz də bir dənə sualı düzdür cavabladınız. Yəni əslində demişdim hər kəs bir dənə sual cavab versin də. Siz ikisini yazdınız. Amma ortaq iki cavabınız olmasa da bir cavabınız doğru çıxdı. Nəysə danışa bilmədim. Burada editləmək lazımdır. İndi keçid alırıq ikinci suala. İndi sualımız səslənəcək. Bəli, sualımızı səsləndirirəm. Sonuncu dəfə gördüyünüz ən maraqlı hadisə nə olub? Bərabər, nə hadisə tanışlıq, yəni necə deyirlər ona? Görmüsünüz və çox sizə belə qəribə hadisə kimi gəlib və maraqlı, yəni sizə maraq verib də, yəni o hadisə. İkimiz də bir yerdə yaşadığımız. Aha, çox biraz çətin dərinliyə keçdim. Nəysə, onları keçin. Maraqlı hadisədə, yəni nə görmüsünüz? Aha, gözləyirəm sizi. Bəli, əziz izləyicilər, qızlarım dedilər ki, biz maraqlı bir hadisə görməmişik. Dünyada yaşamırlar, yəqin elə düşünürəm, yəni. Çünki hər gün maraqlı hadisələr baş verə bilir. Məktəbdə, özəlliklə, yəni uşaqlar arasında ola bilər ki, qəşəng hadisələr yaşasın. Məktəbdə yaşamışam, bu Xanımzadə ilə yox. Hə, o da düzdür əslində. Amma mən sizə zaten demədim ikinizin ortaq. Bu sualı əslində eyni cavablamasınız da olar. Mənə maraqlıdır ki, siz ikiniz də yəni maraqlı hadisə yaşamısınız, yoxsa yox. Ayrı-ayrı cavablandırın, belə cavab verək. Yaz, burada paylaşaq ki, görüm hansı hadisələr yaşamısınız. Mən yazsam çox uzun olacaq, ona görə ağzımdan deyəcəm. Aha, yaxşı, Məryəm, sən bəs? Sən də ağzımdan deyəcəksən. Deməli, indi sən cavablandırmaq istəyirsən? Aha, buyur. Bir dəfə say girmişdi. Hamı ayaqları göydə qaldırmışdı. Sinifdəki qızlar o qədər qorxmuşdu ki, ayaqqabısını çıxardıb stolun üstündə belə almışdılar. Heç nə belə. Bir dəfə də pişik girmişdi. Onu yezdirdi, içizdirdi, sonra öz-özünə çıxdı. Hə, qəşəng. Maraqlı. Həm maraqlı, həm də biraz tiksinci bir şeydir, iyrənc yəni. Bəs sən Məryəm? Məryəmə zəng çatmır. Çünki aradığınız kişiyə şu an ulaşılamıyor. Kendisi kapsama alanı dışındadır. Bəli, keçid alırıq üçüncü sualımıza. Bu sual belədir ki, ən sevdiyiniz YouTube kanalı hansıdır və sevdiyiniz YouTuber hansıdır? İkisini belə cavablayın. Həm YouTube kanalı hansıdır, həm də YouTuber hansıdır? İki sual, əlbəttə iki sual cavablandırırım da, iki dənə cavab verin. Düşdünüz. İndi sizi gözləyirəm. Bəli dostlar, onlar tapa bilmirlər ki, kimi sevirlər, neyirlər. O sırada İnci dəli hərəkətlər eləyir, Məryəm də ona qoşulur. Gördüyünüz kimi. Nəysə, indi sualınızı cavablandırın qızlar, qaça bilməzsiniz sualdan. Bəli dostlar, biraz bu uzun oldu cavabları. İnci cavablayıb Məryəmi gözləyir. Məryəm həmişəki kimi lompaya düşür. Bəli, qızlar, cavabınızı gözləyirəm. Aha. Bəs YouTube kanalı, o YouTube kanalı da yəqin ki, düzdür, mən çünki tanımıram, indi eşitdim. İnci şu anda həyatdan küsmüş deyəcəkdim, amma küsməyib. Həyatdan kopmuş demək istirdim. Həyatdan kopub sanki. İnci özünə gəl. Heç Elza'ya baxmışsın. İnci, bax, indi sən yaxından çəkirəm, yaxınlaşdırırım. Tamam bağlı. Aha, əlim kameradaydı, üzürlü sayın dostlar. Bəli, indi sən cavablandır. Natavan bağlı elə belə baxıram. İzləyirsən də, amma sevirsən YouTube kanalını. Bəs YouTuber üçün sevirsən YouTuber olaraq? Ən çox sevdiyin YouTuber kimdir? Bildiyimə YouTuberdur. Yəni, ikisi ancaq Oqtay başqalarını sevirsən izləyir. Gamze Karta. Aha, qəşəng. Bəs sən Məryəm? Ezalan, Gamze Karta. Aha, gözəl.
Yaxşı, keçid alırıq növbəti sualımıza. Bəli dostlar, onları çox şaşırtmalı deməyək, amma məncə bilmirlər deyə istəyirəm ki, qoy onlar biraz hissini... Nəysə, demək istəmirəm. YouTube-dayıq, biraz tərbiyəli danışmamalıdır. Aha, sual verirəm ki, mənim neçə yaşım var və ad günüm nə vaxtdır və bürcüm nədir? O, yaşımı Bu sualları sırayla yazıb cavablandıracaqsınız. Aa, yaşımı bilirəm. Yaşımı bildiniz, amma neçənci iləm və neçənci ayda doğulmuşam, ayın neçəsi doğulmuşam, hansı bürcəm, onlar da yazmalısınız. Onunla bitmir. Aha, cavablandırın. Yaşımı bilirəm. Aha, açıram qızlar, görək kim yaxşı cavab verir, Mən kim bomba düzgün cavab verir. Birinci Məryəmdən başlamaq istəyirəm. Məryəm. Yaşı 24. Aha. 2024'te. 2024'ten bakar. Yaşım 2024 neydi Məryəm? Daha doğrusu 24 yaşım var. düzdür. Amma 2024'te doğmuş. 3 ay sonra 25 yaşım olur və mən 2001-ci ildə doğulmuşam. Sən nə yazmısan oraya İnci? 24 yaşım var. 2004. ilde 2004. 2004-cüsünə neçə gələn 24 eləyir, 2004-cüsünə 24 gələndə neçənci il eləyir? 2001-cüsünə 25 gələndə 26 neçə eləyir? 2001-cüsünə 25 gələndə neçə eləyir? Ne üstlenirse gelir? Biz hal-hazırda neçənci ildəyik? 26. Aha, mən yaşım neçədir? 24. Hətta 25 olacaq da, amma 2026 ilə 25 olacaq və mən neçə yaşım olur onda? Neysə dostlar, beyninizi çox qarşıladım, buralığı kəsməyə çalışacaq çox. Ad gününə vaxt İnci? 11 iyun. Ooo, qəşəng, İnci ad günümü bildi. Yaxşı bürcüm? Büyüdük hadi ikizler. Oo, qəşəng, gördün? Aynı baktasın ona. Gördün? Məryəm sən məni sevmirsən deməli, hə? Yadımdan çıxacaq bundan sonra. Ya. Nə vaxt ad günüm? Bir iyun. Cüzü zoomlayım sə. Dıdıdıdım. Yandı. Tamam mı? Abuçuk olun arkadaşlar, tamam mı? Aha, Məryəmin gizliklərinə baxmaq istəyirsinizlər. Nəysə, deməli, indi artıq son 2 sualımız qalıb. Son 2 sualı da verirəm və videomuzu qapadırıq. Çünki artıq 8 dəqiqəyə doğru gedir video. Məncə çox uzun olmasa daha yaxşı olar, sıxıcı olmasın da izləmək. Bəli, növbəti suala keçəcək biraz. Deməli, növbəti sualımız belədir, qızlarım mənim. Siz gələcəkdə və ya bəlkə yaxın zamanda bərabər getmək istədiyiniz bir yer var, xarici ölkə və ya şəhər. Hara getmək istəyirsiniz bərabər iki bacı? Cavablandırın görək. Aha, sualımızı verdik və cavabımızı almaq üçün cavabımızı almaq üçün deyəcəkdim ki, Məryəm don deyə giriş elədi. Türkiyə İstanbul. Türkiyə İtaliya İstanbul. Hə, qəşəng. Düzdür. Yaxşı. Ora niyə görə getmək istəyirsiniz? Çünkü etraf getməmişim. Çünkü bu da şu ben getmədim. Mən də ora getməmişəm də, amma səbəb olmalıdır. Yəni orada nəyi bəyənirsiniz? Ora getməyi niyə görə istəyirsiniz? Məsələn, Türkiyədə nəyi görmək istəyirsiniz, getmək istəyirsiniz? İtaliyada haranı görmək istəyirsiniz, getmək istəyirsiniz? Onları bilmək istəyirəm. Heç bir fikriniz yoxdur. Onların tarixi neydi onun adı? Nəydi? Neydi? Nəysə, keçək məncə növbəti suala. Yoksa Və bayaq da dediyim kimi qızlar mənə qulaq asın. Axırıncı sualımdır. Yəqin ki bilirsiniz. Aha. Ən sevdiyiniz mahnıda musiqi nəyi dinləməyi sevirsiniz? Və müğənnilərdən kim bəyənirsiniz? Yəni oxuyan müğənnilər var ya, məsələn, çox qulaq asırsınız da burada. Onlardan hansılarını oxumağı daha bəyənirsiniz? Və hansı mahnılarını bəyənirsiniz? İndi baxın görün də necə. Görüm ikinizin ortaq bir fikir var yoxsa yox? Ortaq. en sevdiğim mahnı ve müğənni. Bəli, qızlarım cavablandırdı sualları və indi keçid alaq İncinin cavabına. Ben en sevdiğim müğənni Rüyadır. En sevdiğim mahnı Can Murtaza mahnı çıxıb o. Nuş olsun. Manifestin bütün mahnıları ve folk. Aha, Məryəm səninki? Rüya Can Megasası. En sevdiğim müğənni Rüya. En sevdiğim mahnıdan Can Megasası. Ay, siyərəm şirin bacılar. İndi birimizi qucaqlayın. Bunların çoxlu ortaq yanları var imiş demək. Aha, dostlar, ikinci partımızın da sonuna gəldik. Bir-birimizi nə qədər tanıyırıq testi bugün sizinlə keçirdik.
və artıq sağollaşmağın vaxtıdır. Nə deyirsən İnci qapanışda deyim. Kanalımıza abunə olmağı, Like atmağı və Yorum yazmağı unutmayın. Sağ olun.